Axşamınız xeyir dostlar. Yenə də təzə bir nağılla qarşınızdayıq. Bu axşam sizə Latışların Vız Sağdakı adlı nağılını danışacağam. Kralın 3 qızı vardı. Bunlardan biri doğma, ikisi isə ögey idi. O yaşlananda qızını kimə tapşıracağını düşünürdü. Gərək vaxtında qızımı ərə verim ki, ailə qursun, deyə fikirləşirdi. Amma qızını ərə verəcəyi igidi necə seçəcəkdi? Bax, elə məsələ də bunda idi. Kral öz kürəkəninin, yəni ölkənin gələcək kralının ağıllı, cəsur və istedadlı olmasını istəyirdi. Buna görə də qızı ilə evlənməyə gələn gənclərdən 3 şeyi tələb edirdi. İstədiklərini edə bilməyənləri geri qaytarırdı. Kralın qızı ilə evlənmək istəyən gənclər kor peşman öz ölkələrinə dönürdülər. Kralın məmləkətindəki kəndlərin birində bir əkinçinin 3 oğlu vardı. Bunlardan ikisi cəsur, amma özündən razı idilər. Öz istəklərini hər şeydən vacib sayar, başqasını düşünməzdilər. 3-cü qardaş isə hamının yaxşılığını istəyirdi. Buna görə də böyük qardaşları onu yumşaq ürək deyə çağırırdılar. Əvvəlcə 2 böyük qardaş kralın qızı ilə evlənmək həvəsi ilə yola çıxdı. Kralın sarayına doğru gedərkən yolda çoxlu qarışqa gördülər. Onları izləyib yuvalarını tapdılar. Əyləncə üçün qarışqaların yuvasını eşələyib dağıtdılar. Daha sonra gölün kənarında ördəklərə rast gəldilər. Onları tutmaq üçün daş atdılar. Ördəklərin hamısı havaya qalxdı. Amma birinin qanadı qırıldı. Qanadı qırılan ördək bataqlıqda gizləndi. 2 qardaş yoluna davam etdi. Saraya çatanda ağacda çoxlu arı yuvası gördülər. Bal yemək üçün pətəkləri dağıdıb arıları qovdular. Nəhayət saraya çatdılar. Kaş heç çatmayaydılar. Çünki kralın şərtlərini yerinə yetirə bilmədikləri üçün elə səhəri gün ölkədən qovuldular. Bunun üstündən xeyli müddət keçdi. Böyük qardaşlardan xəbər gəlmədiyini görən ən kiçik qardaş, yəni yumşaq ürək, bəxtini sınamağa qərar verdi. Saraya gedərkən dağılmış qarışqa yuvasını gördü. Palçıq düzəldib yuvanın yıxılan yerlərini bərkitdi. Biraz gedəndən sonra göl kənarında rast gəldiyi yaralı ördəyin qanadını yaylığı ilə sarıyıb bağladı. Sonra pətəkləri dağılan arılarla qarşılaşanda onlara ürəyi ağrıyıb pətəklərinin təmirinə köməklik göstərdi. Beləliklə kiçik qardaş saraya çatdı. Kral ilk tapşırıq olaraq oğlanın qarşısına 3 çuval taxıl qoyaraq dedi: Bu çuvallara buğda, qarğıdalı və çavdar qarışığı yığılıb. Səhərə qədər bunları ayırıb hərəsini bir çuvala yığmalısan. Yoxsa dərhal ölkədən qovulacaqsan. Oğlan xeyli işlədi, amma axırda yorğunluqdan yuxuya getdi. Səhər bir də nə görsə yaxşıdır. Saraya gedəndə yolda yuvalarını düzəltməyə kömək etdiyi qarışqalar köməyinə gəlib. Buğda, qarğıdalı və çovdarı ayırmaq üçün 3 ayrı çuvala doldurmuşdular. Kralın ikinci şərti gölə atılmış bir açarı tapıb çıxarmaq idi. Gənc gölə atılıb açarı axtaranda qanadlarını bağladığı ördək köməyə yetişdi. Açarı tapıb oğlana verdi. Kral heyrətləndi. Bu saf oğlan indiyə qədər kimsənin bacarmadığı işləri bacarırdı. Növbə son sınağa gəlib çatdı. Kral qızlarını hüzuruna çağırdı. Doğma qızımın hansı olduğunu bilsən, onunla evlənə biləcəksən. Tapa bilməsən, sənə ağır cəza veriləcək. Elə bu vaxt pəncərədən bir arı uçub içəri girdi. Oğlanın ətrafında vızıldayarkən bunu pıçıldadı. Vız, sağdakı, vız, vız, sağdakı. Sağdakı. Oğlan dedi. Həqiqətən də sağdakı kralın öz doğma qızı idi. Beləliklə, kral kəndlinin kiçik oğlu ilə öz qızına 40 gün 40 gecə toy elədi. Onlar birlikdə çox xoşbəxt yaşadılar. Kraldan sonra onun yerinə keçən gənc ölkəsini çox gözəl idarə edərək hamının xoşbəxtliyi üçün çalışırdı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik.
Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.